Sabiq Maliyyə Naziri Əvəz Ələkbərov mətbuata müsahibə verib ki, işdən çıxmasının səbəbi Ramiz Mehdiyev olub və Ramiz Mehdiyevin 2 nəfər nazirdən ehtiyat etdiyi ilə bağlı açıqlama verib. Həmin nazirlər kimdə eşidib biləcəksiniz. Cəmil Həsənli və Fazil Mustafa arasında Facebook səhifələrində söz atışması olub. Birinci, Fazil Mustafanı Cəmil Həsənli tənqid edib. TV müsabatda hansısa bir Pənah Hüseynovla hansısa bir mövzuda, daha doğrusu elə Əli Kərimli Ramiz Mehdiyev mövzusunda ilk olaraq Cəmil Həsənli tənqid edib, sonra Fazil Mustafa Cəmil Həsənlini tənqid edib. Əziz dostlar, hər ikisinin rəyi isə, daha doğrusu hər ikisinin tənqidin çatdırdım. Daha sonra dostlar, demək, belə bu yaxınlarda bir sosial şəbəkələrdə Elman Nəsirovun bir müsahibəsi ilə tanış oldum. Debat Arif Hacılı ilə bağlı mitinq mövzusunda söhbət edirlər. Deyir, mitinqə baş şəhərində icazə verilir, yalnız lök batanda. Və izah edir, Azərbaycanda siyasi məhbus yoxdur, özündən misal çəkir. Deyir, kimsə mənim şərəf və layiqətimi təhqir edir və mən onu məhkəməyə versəm, həbs etdirsəm, deyəcəklər ki, bu şəxs siyasi məhbusdur. Bir sözlə dostlar, xəbərlərimiz çoxdur, təhlillərimiz çoxdur. Çox xahiş edirəm, ənənəvi xahişim var. Kanalda olanlar verilişi bəyənib paylaşmağınızı xahiş edirəm. Rəy və təkliflərinizi yazın. Sualları olan da varsa çox xahiş edirəm, yazın və suallarınızı cavablandıracağım. Dostlar, demək, ilk olaraq mən bilmirəm, Cəmil Həsənlinin açıqlamasını deyim, yoxsa Fazil Mustafanın, və burada tərəfimdən qərəz yoxdur. Hər iki tərəfim mən bir-birinə qarşı olan tənqidim burada səsləndirəcəm. İlk olaraq, əziz dostlar, ilə demək, sabiq Maliyyə Naziri Əvəz Ələkbərovun müsahibəsinin bəzi məqamları diqqətinizə çatdırıram. Deyir ki, Ramiz Mehdiyev 2 nazirdən çəkinirdi. Kimdən çəkinirdi, əziz dostlar? Və bir də burada demək, bəli, söhbət Əvəz Ələkbərovdan gedir, Maliyyə Naziri. Əvəz Ələkbərov deyir ki, vəzifədən getməyimə əsas səbəbkar Eldar Mahmudov olubdur və qapımda növbədə duran adamlar mən işdən sonra, çıxandan sonra gizləndilər. Əvəz Ələkbərov professordur, dəyərli dostlar. Yəqin bu barədə məlumatınız var, tanıyırsınız. Əvəz Ələkbərov Ramiz Mehdiyevlə bağlı danışır, Eldar Mahmudovla, amma Eldar Mahmudovla bağlı bir müsahibədə veribdi. Dostlar, mən o müsahibəni izləmişəm, amma o qədər ciddi problemlərlə üzləşib. Mən elə gəlir ki, Əvəz Ələkbərov üzləşdiyi problemlərin yalnız bir qismini deyib. Yalnız cüzi qismini deyibdir. Çünki hər dəfə hara müsahibə verir ki, deyir, Eldar Mahmudov mənim başıma oyun açıb, mənə, hətta deyir, Azərbaycan dilində də danışa bilmirdi. Müsahibə çoxdur, əsas məqamları sizin diqqətinizə çatdırıram, dostlar. Bu şəxs professordur, universitetdə dərs deyir, Qərbi Azərbaycan izbasında fəaliyyət göstərir. Və əziz dostlar, sual verir ki, işdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinə necə təsir etdi? Təsir etdi mi yoxsa yox? Deyir, əlbəttə 95%. O dəqiqə çəkildilər, qapımda növbədə duran adamlar gizləndilər, mən isə heç birinə zəy vurmadım və heç kimdən
nəsə xahiş etmədim. İndi dostlar, bütün vəzifədən çıxanlar deyir ki, bəs mən nazir olanda qapımda növbədə dururlar. O şəxsə görə durmurlar ki, onu vəzifəyə görə dururlar. Məsələn, bugün Əvəz Ələkbərov universitetdə dərs deyir, Qərbi Azərbaycan icmasında da gedib orada nəsə iclaslarda iştirak edir. Yaxşı, bəs indi niyə onun qapısında durmurlar növbədə? Yəni, o qapıdakı növbəyə dururlar. Onu Əvəz Ələkbərova, Eldar Mahmudova kiməsə görə durmurlar. Bunlar vəzifəyə görə, xahişə görə dururlar. Yəni, bunu bu vəzifə şəxslər güya ora təyin olunana qədər bilmirlər ki, vəzifə naxırçı torbası kimi bir şeydir. Bugün səndə, sabah başqasında. Və deyir ki, sizə necə təsir etdi? Pis yoxsa yox? Deyir, bəli, pis, amma bir il sonra özümə gəldim. Sonra deyir ki, insanın öyrəşməyi də var. Təsəvvür et, səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur. İmzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm ki, universitetdən çıxım gedim, amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm. Az deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm, bəsdir. Mən restoran, şallıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi. Söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir. Əziz dostlar, deyir ki, vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olubmu sualına cavab verir ki, yox. Mənim vəzifədən getməyim əsas səbəb Eldar Mahmudov olub. Keçmiş Milli Təhlükəsizlik Naziri. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi ki, yaxşı edirəm. Heç Azərbaycan dilində də yaxşı bilmirdi, amma böyük iştah sahibidir. Başlayırdı ki, sənin başına oyun açacağam, devalvasiyanın səbəbkarlarından biri də o idi. Dostlar, eşidirsinizmi? Əvəz Ələkbərov deyir ki, devalvasiyanın səbəbkarlarından biri də o idi. Yəni, Eldar Mahmudov. Bəs devalvasiya səbəbkarları indiyə qədər hər hansısa bir cinayət məsuliyyətinə cəlb olunubmu? Yaxşı, Eldar Mahmudovdan indiyə qədər o qədər danışırlar. Biri deyir cinayətkardır, biri deyir milyon aldı, milyard aldı. Bəs, dəyərli dostlar, elə bax bu yaxınlarda, elə bu günləri mən mətbuatdan oxuyuram ki, Eldar Mahmudovun qohumuna vəzifə verilibdir. Hara, kimdir bu şəxs? Eldar Mahmudovun əmisi oğlu Əli Mahmudov. Nizami Tibb Mərkəzinin təşərrüfat işləri üzrə direktor müavini təyin edilib. Unikal xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələri İdarə Etmə Birliyinin icra direktoru Vüqar Qurbanov əmr imzalayıb. Yaxşı, əgər bu cinayətkardırsa, bu adam milyonlar oğurlayıbsa, Eldar Mahmudov özünün biznesi, oğlunun biznesi, rahat şəhərdə hərəkət edirlər, girim marketlərdən alış-veriş edirlər. İndi yaxşı, kimə inanaq biz? Əgər bu şəxs cinayətkardırsa, dövlətin külli miqdarda vəsaitin yeyibsə, niyə içəriyə salınmır? Yox, əgər içəridə deyilsə, belə sıxır cinayətkar deyil. Yox, əgər üçüncü bir variant, bunu hələ də qoruyan qüvvələr var. Kimdir o qoruyan qüvvələr? Düzmü dostlar? Çox xahiş edirəm, yazın, bəyən, paylaşın dostlar. Demək, bu şəxs deyir ki, Eldar Mahmudov səbəbkar olubdur və demək dostlar, müsahibəni Modernaza verir. Modernaz saytının əməkdaşı soruşur ki, bu təzyiqlər nə vaxta qədər davam etdi? Cavab verir ki, mən 3 il Türkiyəyə getdim. Ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, Nazir Mikail Cabbarov məni rektor Ədalat Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalat müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir duası ilə mən gəldim
cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işticar yaxşı münasibətlərim var. Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüzmü sualına belə cavab verir ki, əlbəttə mütləq Naxçıvanlı, ilk növbədə Naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov apar, ona pul verir və s. Amma əlaqələrinin olduğu bilinir. Sizin Ramiz Mehdiyevlə əlaqələriniz necə olub? İndi əziz dostlar, gəlir hansısa nazirlərdən, yəni Ələkbərov, Maliyyə naziri, sizin Ramiz Mehdiyevlə əlaqələriniz necə idi sualına Sabiq nazir cavab verir ki,